Salam. Bugün sizə Türk dövlətlərindən olan Qərbi Hun dövləti haqqında danışmaq istəyirəm. İlk öncə xalqların böyük köçündən danışaq. Xalqların böyük köçü bizim eranın 4-cü, 7-ci əsrlərini əhatə etmişdir. İlk köçdə ilk addımı Hunlar atmışdı. Daha sonra isə digər tayfalar da Hunların dalınca köçdə iştirak etmişdilər. Məsələn, Alanlar, Qotlar kimi tayfalar da köçdə iştirak etmişdilər. Ümumiyyətlə, köçün səbəbləri var. Səbəblər odur ki, deməli, iqtisadi, siyasi və sosial səbəbləri vardır. İqtisadi səbəb odur ki, otlaq sahələri çatışmırdı. Siyasi səbəb odur ki, tayfalar arasında mübarizə gedirdi və Çin də bunları işğal etmək istəyirdi. Eyni zamanda sosial səbəb də var idi. Sosial səbəb də o idi ki, insanların sayı get-gedə artırdı və yaşadıkları Mərkəzi Asiya torpaqları onlara azlıq edirdi. Ona görə də onlar Avropaya və Xəzər dənizi tərəflərə, Avropanın şərq hissələrinə doğru deməli köç etməyə başladılar. Hun tayfaları ümumiyyətlə Böyük Hun dövlətinin parçalanmasından sonra müxtəlif ərazilərə yayılmışdılar. Məsələn, bunlardan biri də Qərbi Hun dövlətinin yaradıcıları idilər. Ümumiyyətlə, qədim Hunlar və yaxud ümumiyyətlə Hunlar haqqında ilk məlumatlar Çin mənbələrində, Şiz mənbələrində, Gürcü mənbələrində, antik dövr xəritələrində rast gəlinmişdir. Dediyim kimi, Böyük Hun dövləti demək parçalandıqdan sonra onun tərkibindən çıxan dövlətlər, tayfalar sonralar özlərinə Ağ Hun, Qərbi Hun kimi dövlətlər yaratmışdılar. Qərbi Hunların tayfalarının ilk başçısı Tanrı xan olmuşdur. 2-ci, 3-cü yüzillikdə Hun Barsil tayfalarının başçısı olmuşdur Tanrı xan. Eyni zamanda onlar Azərbaycanın şimalına qədər gəlib çıxmışdılar. Hətta Anadolu ərazisinə belə getmişdilər və xəritədə onların Avropa Hun dövlətinin ərazisini görürük. Qara dənizin, Xəzər dənizinin şimal hissəsi, eyni zamanda Avropaya qədər olan əraziləri əhatə etmişdi. Dediyim kimi, Hunların ilk başçısı Tanrı xan olmuşdur. 374-cü ildən 400-cü ilə qədər isə hakimiyyətə Balamir xan gəlmişdir. Balamir xan Don çayı, İdil çayı sahilindəki əraziləri ələ keçirmişdi və Qafqazın şimalında yerləşən Terek və Kubanı, Krıma qədər əraziləri onlar ələ keçirmişdilər. Eyni zamanda Oskot krallığını da məğlub etmişdilər. Dövləti xeyli gücləndirmiş, Macarıstan ərazisinə qədər gedib çıxmışdılar. Balamirdən sonra hakimiyyətə gələn Attilanın adı çəkilir. Attila 445-ci ilə qədər hakimiyyəti qardaşı Bleda ilə birlikdə davam elətdirmişdi. 445-ci ildən sonra isə o tək idarə etmişdi. Ümumiyyətlə Attilanın hakimiyyəti ilə 434-cü ildən 453-cü ilə qədər verilir və onun hücum istiqamətləri Bizans, bir də Roma imperiyası ərazisi olmuşdur. İlk öncə o Bizansa hücum edir və 434-cü ildə baş tutur bu yürüş. Bizansa hücum edərkən o qalib gəlir və müqavilə imzalayır. Müqaviləyə əsasən ticarət əlaqələri tənzimlənmiş, bir də Bizans illik xərac verməyə razı olmuşdu. Lakin zaman keçdikcə Bizans müqavilənin şərtlərini pozmuş və artıq xəracı ödəməməyə başlamış. Hətta Hunların tərkibində olan digər xalqları da hədiyyələr verərək Hunlara qarşı qaldırmağa çalışmışdı. Bu isə Attilanın qəzəbinə səbəb olmuş və 447-ci ildə Attila yenidən Konstantinopolun qala divarlarına qədər yürüş edərək Bizans hökmdarını yenidən məğlub etmişdi və xəracın miqdarını bir daha da artırmışdı. Attilaya Avropada Tanrının qırmancı, yəni Tanrının yer üzərindəki qamçısı adını vermişdilər. 451-ci ildə Katalaun döyüşü baş verdi. Katalaun düzü indiki Fransa yaxınlığında yerləşir. Qalliyaya, yəni indiki Fransaya getmişdi və Katalaun çölündə döyüş baş verir. Həmin döyüşdə Attila öz uşaqlıq dostu olan Aetsi ilə üz-üzə gəlir. Bu zaman Attilaya qarşı Qotlar və Franklar da döyüşürdülər. Qərbi Roma qüvvələri ilə yanaşı və ümumiyyətlə Qərbi Roma döyüşçülərinin içərisində muzlat tutulmuş çoxlu döyüşçülər var idi. Lakin bu döyüşdə heç bir tərəf üstünlük qazanmır və
200 minə qədər tərəflər insan itirirlər. Lakin Attila xəstəliyin yayıldığını görür və bərabərə bitmiş döyüşdən sonra düşməni təqib etmir. O qorxur ki, qoşun nümayəndələri arasında, əsgərlər arasında xəstəlik yayılar və daha pis nəticələr. Ona görə o üzünü Romaya tərəf yönəldir və ikinci hücum istiqaməti olan Romaya gedir və Romaya getdikdən sonra Romanın bir çox şəhərlərini ələ keçirir, kəndlərini ələ keçirir. Şəhərin özünə yaxınlaşanda isə Roma papası 1-ci Leon Attilanın görüşünə gəlir və ondan xahiş edir ki, hücumu dayandırsın, hücum etməsin Romaya və Attila onun xahişini qəbul edir. Qərbi Roma üzərində üstünlüyü əldə edərək geri qayıdır. 453-cü ildə isə qəflətən o vəfat edir. Onu Makedoniyalı İskəndərə, Qay Yuli Sezara bənzədir tarixçilər. Attilanın ölümündən sonra hakimiyyətə onun böyük oğlu Caba gəlir. Daha doğrusu böyük oğlu gəlir. Böyük oğlu isə Almanlarla döyüşdə vəfat edir. German tayfaları ilə döyüşdə vəfat edir və 470-ci ildə Qərbi Hun dövləti süquta uğrayır. Qərbi Hun dövlətinin süqutundan sonra onun balaca oğlu Caba Macaristanda dövlət yaradır. Hətta Budapeşt şəhərində Cabanın heykəli də qoyulmuşdur. Ümumiyyətlə Hunların, Kimmer, İskitlərin adı müxtəlif dillərdə igid, bahadur, qəhrəman mənasında işlədilir. Məsələn, Gürcü dilində, Avropa dillərində, Slavyan dillərində igid, qəhrəman mənasında işlənir. Bir də Göyçə gölünün qədim adı Gələhun adlandırılmışdır. Hunların adı ilə əlaqədar olaraq. Eyni zamanda Hun dərəsi adlandırılan ərazi var. Tovuz rayon ərazisində Hun qalası, Hun dərəsi. Bu da indiyənə qədər həmin toponim qorunub saxlanmaqdadır. Və bu sübut edir ki, Azərbaycan ərazisində də Hunlar yaşamışdır. Deməli, Bizansla müharibə aparmış dövlətləri yadımıza salaq. Deməli, Attiladan başqa Göytürk xanı İstəmi xan Bizansla mübarizə aparmışdır. Ərəb xilafəti Bizansla müharibə aparmışdır. Məsələn, Ərəb xilafətinin Bizansla müharibə apardığını biz Babək üsyanında görürük. Babək ilə danışıqlar zamanı ərəblər Babəkə təklif edirlər ki, gəl bizim tərəfə keç və bizimlə birlikdə Bizansa qarşı vuruş. Lakin Babək təbii ki, onu qəbul etmir. Məsələn, Səlcuqlar da Bizansla mübarizə aparmışdı. 1-ci Toğrul, Alparslan Bizansla mübarizə aparmışdı. Eyni zamanda Osmanlılardan Orxan Qazı, 2-ci Mehmet də Bizansla mübarizə aparmışdı. İzahımız bu qədər. Davam edəcək.